Ay, xoş gördük. Salam aleyküm. Hörmətli izləyicilər, hamınızı salamlayıram. Necəsiniz, nə var, nə yox? Bayramlarınız da mübarək, təbrik edirəm. Deməli, bax, 2 mərtəbə evdir. Əsl köhnə bağ evi. Mərdəkanda harda? Deməli, Arzu restorandan üz aşağı, dəniz tərəfə. Dənizlə buranın məsafəsi, onlar da bir 600-700 metr. Köhnə gülaf rəngisi var. Həyətində ağaçları. Hardasa 65-70 kvadrat evimiz. Kupça torpağın da evində çıxarışı var. İpotekaya yararlı. 2 girişi var evimizə. Deməli, maşınla buradan girirsiniz. Maşını saxlayırsınız burada. O tərəfdən də kalitka qapısı var. Gəl bura. Quyusu var. Köhnə də, yəni köhnə bağlardandır. Amma evin içi qəşəngdə səliqəlidir. Balaca olsa xudmani bağ evidir. Əsl bağ evi. Qiymət aşağıdan qeyd eləyəcəm qiyməti. Belə də deyim də 210 mindir, lap cüzi endirim olacaq. Ha, lap cüzi. Çox endirim gözləməyin. Gəl. Torpağın da evində dənizə çox yaxındır. Yəni qapını açdım, promoy dənizdir. Qabağında heç nə yox. Ehtiyat su çəni. Köhnə burada o vaxtı belə hovuzlar tikirdilər. Bir sözlə baxıblar da, yəni ev təmiz, səliqəlidir. 210 min. Burada belə bir köhnə bir şəlaləsi də var. Ehtiyatlı ol. Balaca qapı, yəni orada qonşu zad yoxdur. Promoy dəniz. 65-70 kvadrat. Xudmani evdir. İkinci girişi budur. Kalitka qapısı. Burada navesi də var. Bir verandası var. Arzu restoranına üz aşağı. Eldorado restoranı. Hamısı yaxındır bax bura. Nə qədər palma ağaçları var. Buna bax. Əsl bağ evi. Ərazidəki tam yaşayış. Gəl. İşığı yandıran bilmədik say ağaçdan. Burada da belə bir verandadır. Üstü bağlıdır.